Salam uşaqlar, Sofiyanın Kiçik Dünyası kanalına hoş geldiniz. Mən Sofiya. İndi sizinlə nağıl kitablarından bəhs eləmək istəyirəm. Yəni bütün hamısını oxuyacağım bir səhifəsini, qorxmayın. Yəni indi isə sizə bəhs edeyim. Burada balaca bir Carlson var. Bəli. Burada isə məişət nağılları var. Burada isə Uzunçoraq Peppa var. Biraz oxumuşam, yəni bilirəm nələr var. Burasını biraz kardeşim zırıf. Ama hiç olmaz sizinle bəhs edəcəyim. İndi başlayaq. Balaca ve Carlson 2. Carlson 12'də. Ondan başlayalım. Ben Carlson'du. Görək nə nağıllar var. Damada yaşayan Carlson. Carlson kubikten güllə tikir. Carlson çadır oyunu oynayır. Carlson mərc gəlir. Carlson və körpək qız. Carlson və oğrular. Oğrular da olacaq burada. Carlson ədcinlə oyunu oynayır. Carlson əhliləşdirilmiş it albergilə çıxış edir. Carlson ad günündə olacaq. Carlson yenində peyda olur. Carlson dünyanın ən məşhur toz soranıdır. Carlson evindədir. Bəli, indi oxuyalım birinci səhifəni. Damda yaşayan Carlson. Stockholm şəhərinin ən adi küçəsinin ən adi evində Svatteson familiyalı çox adi bir İsveç ailəsi yaşayır. Bu ailə ən adi atadan, ən adi anadan və onların ən adi 3 uşağından Bosse, Betan və balacadan ibarətdir. Bu evdə yalnız bircə qeyri-adi məxluq var. O da Carlson'dur. Carlson'un qeyri-adiliyi damda yaşamasındadır. Maraqlıdır ki, indiyədək Stockholm'da kiminsə damda yaşadığını görən olmayıb. Carlson balaca boy, bir qədər özündən razı, tosqun adamdır. Üstəlik hələ uça da bilir. Əlbəttə, təyyarə və vertolyotda hamı uça bilər. Carlson isə özü uçur. Qarnındakı düyməni basan kimi kürəyindəki məzəli mühərrik isə işə düşür. Mühərrik işə düşənə kimi Carlson hərəkətsiz durur. Elə ki, mühərrik var gücü ilə işləməyə başlayır. Carlson da havaya qalxıb uçur. Damdakı küçücük evində Carlson çox rahat yaşayır. Başqaları Carlson'un damdakı evindən xəbərsizdirlər. Axı bu evi iri bir bacanın dalındadır. Ötəri baxanda görünmür. Bir dəfə bir balaca təmizləyən təsadüfən Carlson'un evini gördü. O təəccüblə öz-özünə dedi. Qəribədir, bu evdir belə. O bilməz. Damda da ev var. Bu ev damda nə gəzir? Sonra baca təmizləyən bacaya girdim. Evi də tezliklə unuttum. Və bir daha bu evi xatırlamadım. Carlson'u ancaq balaca tanıyırdım. Balaca bu tanışlığa çox sevinirdim. Çünki Carlson uçub gələndə məzəli hadisələr baş verirdi. Carlson özü də balaca ilə tanışlıqlara razı idi. Bu nağılımız bitti. Balaca ve Carlson 12 var. Carlson iyiymiş, 12 değilmiş. Ben de 12 düşünüyorum.
İndi bu nağılımız bitdi. Qırağıya qoyaq. İndi məişət nağıllarından bir səhifə oxuyacağız. İstəyirsiniz gələn videomda qardaşımı qışqırtma da edə bilərəm. Yəni yorumlarda yazın istəyirsinizsə. Oxuyaq. Bu biraz tez bitər, çünki mən yaxşı oxuyuram. Biri var idi, biri yox idi. Fatih Qara adlı bir arvad var idi. Fatih Qarının qoxundan, qardaşdan, oğuldan, qızdan Daşdəmir adlı zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. Atası Zaman kişi hələ balaca vaxtında onun belə ağıllı olduğunu görüb Mirzə Möhsün adlı bir müəllimin yanına qoymuşdu ki, dərs oxusun. Daşdəmir bir neçə ilin içində əməlli başlı yazıb oxumağı öyrənmişdi. Mirzə Möhsün gündə cürbəcür köhnə kitablar oxuyurdu. Əhvalatlar danışardı. Daşdəmir Mirzə Möhsünə o qədər isnişmişdi ki, yanından ayrılmaq istəmirdi. Ancaq iş elə gətirirdi ki, Daşdəmir Mirzə Möhsündən ayrılmalı oldu. Daşdəmir atası Zaman kişi çox bacarıqlı, zəhmət sevən bir bağban idi. Gecə yatmayıb, gündüz dincəlməyib, özünə gözəl bir bağça düzəltmişdi. Bağçada elə gözəl güllər, elə şirin meyvələr var idi ki, görüb heyran qalırdı. Necə deyərlər, Zaman kişinin bağçasında can dərmanı desəydin, var idi. Desəydim var idi. Zaman kişi bu güllərdən, meyvələrdən satıb külfətini dolandırırdı. Zaman kişinin bu bağçası şəhərin kənarında bir dəyirmanın yanında idi. Daşdəmir hələ də yaşında olanda bu dəyirmanda qəribə bir iş olmuşdu. Bir gün səhər qonşular yuxudan durub gördülər ki, dəyirmançını da, arvadını da boğublar. Bəli, bu məişət nağıllarımız da bitdi. İstərseniz bütün nağıllara da baxın. Daşdəmirin nağılı, İlyasın nağılı, Pinəçi, Ağıllı uşaq, Faydalı məsləhət, Həsən Qara, Bostançı və Şah, Abbas, Padşah və Dəmirçi. Belə nağıllarımız var. Yəni bu da belə yaxşıdır. İndi uzun corab Peppinin ilk nağılını oxuyacağım. Həm də ki nağılların bütün hamısını demək istəyirəm. Peppi toyuq villasına keçir. Peppi davaya düşür. Peppi məktəbə gedir. Peppi sirkə getir. Peppinin evinə oğrular gəlir. Bunu mən ilkdən oxumuşam ki, uşaqlar. Qorxmayayım da sonra oxuyanda. Peppi iki uşağı xilas edir. Peppi səfərə hazırlaşır. Peppi bazarlıq edir. Peppi məktəb ekskursiyasında iştirak edir. Peppi gəmi qəzasına düşür. Peppi əziz qonağı qəbul edir. Peppinin vida qonaqlığı. Peppi dəniz səyahətinə çıxır. Peppi şənlik ölkəsində. Peppi dəniz səfərinə çıxır. Peppi sahilə çıxır. Bu qədər 104 səhifəlikdir. Yəni mənim Azərbaycan dili dəftər müəllimim. Xeyr, başqa şeylər var. Peppi akula ilə söhbət edir. Peppi cin və bukla söhbət edir. Peppi quldurların dərsini verir. Peppi şənlik ölkəsində tərk edir. Bu arada uşaqlar, Peppi quldurların dərsini verir. Yəni burada da quldur yox imiş. Mənim ama var. Bitirmişəm, yəni. Oxuyaq. Peppi toyuq villasına keçir. Kiçik bir İsveç şəhərinin kənarında çoxdan bəri baxımsız qalmış bir bağ var.
Bu bağda zamanın təsirindən köhnəlib çürümüş bir ev durur. Uzuncorab Peppi həmin bu evdə yaşayır. O 9 yaşındadır. Lakin təsəvvür edin ki, Peppi bu evdə təhna olur. Onun nə atası var, nə anası. Sözün düzü bunun öz üstün cəhətləri də var. Oyunun ən qızğın çağında onu yatmağa çağıran olmur. Könlündən konfet keçəndə isə kimsə onu balıq yağı içməyə məcbur etmir. Əvvəllər atası yanında olanda Peppi onu çox istəyirdi. Əlbəttə, bir zamanlar onun anası da olub. Lakin Peppi onu xatırlaya bilmir. Peppi körpə ikən anası vəfat etmişdi. O inanırdı ki, anası indi göylərdə yaşayır və oradan həmişə öz qızına baxır. Ona görə Peppi tez-tez anasını əldə eləyib deyir: "Qorxma ana, məndən nigaran qalma." Atası isə Peppi çox gözəl xatırlayır. O uzaq səfərlərə çıxan gəmi kapitanı idi. Onun gəmisi dənizləri, okeanları yarıb keçərdi. Peppi də həmişə atasının yanında olardı. Ancaq bir dəfə güclü fırtına qopdu və bir dəqiqə və nəhəng dalğa atasını çəkib dənizə apardı və o yox oldu. Bununla belə Peppi inanırdı ki, günlərin bir günü atası qayıdıb gələcək. Çünki atasının dənizdə batmasını heç cür ağlına sığışdıra bilmirdi. Qız belə qərara gəlmişdi ki, atası zəncilərdə dolu olan bir adaya düşüb, özü də onların kralıdır və bütün günü başında qızıl tac gəzdirir. Və bu uzuncorab Peppimizə hazırdır. Uşaqlar, bugün videomuzun da sonuna gəldik. Bugün qısa çəkdim çünki YouTube'lara yeni başlayıram. Mən 7 yaşındayım və adım Sofiyadır, ilk başlayanda da. Qəşəngcəsə yorumlar qismına yazın və məni dəstəkləyə bilərsiniz. Sağ olun.